Buraxılış imtahanına düşmüş mətnlərlə davam edirik. İlk mətnimizin adı Eyaz mətnidir. Başlayaq. Mətnin tərkib hissələri ilə bağlı doğru fikri müəyyən edin. Giriş hissədə əsas obrazın xarakteri ilə bağlı qənaətə gəlmək mümkündür. Bəli, girişdə deyir ki, bizə Eyaz Dərrakəli dürüst bir sərkərdədir. Ona görə ilə doğru variant A bəndidir. Sonluqda mətndən çıxan nəticəni ifadə edən deyim verilib, verilməyib. Tərkib hissələrin ardıcıllığı pozulub, pozulmayıb. Sultanın Eyaza münasibəti yalnız əsas və nəticə hissədə özünü göstərir. Girişdə də var, bu da səhvdir. Sultan Mahmudun ədalətsiz olduğu nəticə hissədə bilinir. Ədalətsiz biri deyildi, ona görə bu da səhvdir. Mətndə tündqarı hərflərlə verilmiş fikirləri hansı deyimlə qüvvətləndirmək olar? Baxın, bu hissəni deyir. Bunu qüvvətləndirən bir dənə deyim axtarırıq. Hər kişi gücünə görə yük daşıyar, o hissəyə aid deyil. Hər kəsə öz adəti xoş gələr, o da aid deyil. Hər kəs öz əməlinin meyvəsini dərər, bu tamamilə doğrudur. Doğru variant olacaq C variantı. Mətnə görə Eyazı başqa sərkərdələrdən fərqləndirən xüsusiyyətdir. Sadəlik, itaətkar, hazır cavablıq və qorxmazlıq. Bunlar səhvdir. Onsuz da Eyazın və digər sərkərdələrin fərasətindən söhbət gedir, yəni bacarığından söhbət gedirdi. Elə doğru variant olacaq E variantı. Mətndəki əsas fikrə uyğundur. İşi iş bilənə tapşırarlar, bəli uyğundur. Ziyanın yarısından qayıtmaq faydalıdır, uyğun deyil. Çörəyi ver çörəkçiyə, birində üstəlik götürmək olar. Böyük işləri vəd vermədən gör, bunun mətnlə əlaqəsi ümumiyyətlə yoxdur. Cavab olacaq 1-3 D variantı. 41. Üzərində rəqəm yazılmış ifadələrlə bağlı doğru fikirləri müəyyən edin. Mərifəti sözü ilə əvəz edilsə kontekstə uyğun olar. Görək sözümüz hardadır. Eyvazın hansı hünəri, hansı mərifəti? Bu uyğun gəlməyəcək. Hünər, mərifət tam da uyğun deyil. Ona görə bir səhvdir. Birləri ataq. Ehtiramla məcazi mənalı qarşılığıdır. Hörmətlə təzim etmək, ehtiramla təzim etmək niyə məcazi olsun ki? Həqqi mənada, ehtiramla da həqqi mənada. Ona görə bu da səhvdir. Peşə öyrənmə ifadəsində mətndəki mənasında işlədilmişdir. Baxaq. Bütün lazım olan məlumatları öyrəndim. Məlumatları öyrənmək, peşə öyrənmək bunlar eyni deyil, kontekstləri fərqlidir. Ona görə bu da səhvdir. Doğru variant olacaq elə D variantı. Heyrətlənmək mənasındadır. Ağzı açıla qalmaq, bəli, heyrətlənmək doğrudur. 5 də buradadır. Üzünü çevirib. Üz döndərmək frazoloji birləşməsi ilə ifadə edilə bilməz. Burada Paşa üzünü çevirib sərkərdələrinə söz deyir. Üz döndərmək isə üzünü çevirmək mənasında deyil. Axı, burada həqiqətən üzünü çöndərir və cavab verir mənasında olduğu üçün. Bəli, əvəz edilə bilməz. Cavab olacaq 4 və 5 D variantı. 42. Mətnə əsasən cədvəldəki doğru fikirləri müəyyən edin. Mətndəki problem Eyazın davranışı deyildi, amma sərkərdələrin narazılığı idi. İkini götürə bilərəm. Problemin həllini tapmasına səbəb olur. Sultanın Eyazın zəhmətini qiymətləndirilməsi, xeyr, bu səbəb olmur. Sultanın sərkərdələrinə tapşırıq verməsi, bu səbəb olur. Eyazın bacarığı, bəli, bu da səbəb olur. 2, 4, 5 doğru variant oldu, E variantı. Fikirlərdən biri mətnin giriş hissəsinə aid plan bəndi ola bilməz. Sultan Mahmudun sevimli sərkərdəsi, bəli, girişdə danışır, ola bilər. Eyazın gözəl keyfiyyətlərə malik olması, dürüst, dərrakəli, bəli, plan bəndi götürə bilərik. Eyazın başqalarından fərqli xüsusiyyətləri. Eyazın başqa sərkərdələrlə müqayisəsi, yəni padşahın onlara dərs verməsi, açıqlaması əsas hissədə özünü göstərir. Yəni fərqli xüsusiyyəti biz əsasda görürük, girişdə görmürük. Ona görə doğru variant olacaq C variantı. Mətndə nöqtələrin yerinə hansı ifadə artırılsa, məzmuna və Eyazın xarakterinə uyğun olar. Deməli, nöqtələr buradadır. Burada bizə deyir ki, sultanım, siz digər sərkərdələrə tapşırıq verər-verməz. Ona görə də gedib bütün lazım olan məlumatları öyrəndim. Verər-verməz nə ilə maraqlanacağınızı təxmin etdim. Ona görə də gedib bütün məlumatları öyrəndim. Yəni doğru variant olar B variantı. 45. Sultan Mahmud obrazına aid 2 xarakteri xüsusiyyət yazın. Necə biri idi? Ədalətli biri idi. Sonra məsələn diqqətçili idi. Sultan Mahmud Ayazın davranışlarının digərlərinə nisbətən, Eyazın daha doğrusu davranışlarının digərlərinə nisbətən daha fərqli olduğunu, daha fərasətli olduğunu görürdü və ona qarşı daha diqqətçili olduğunu görürük. Diqqətçili idi, ədalətli idi, doğru bir insan idi, doğrucul insan idi və s. Bu tipdə fikirlər yazmaq olar.
46 belə bir cədvəl verilib bizə. Deyir ki, mətnə əsasən boş xanalara uyğun gələn fikirləri doldurun. Sultan Mahmudun sərkərdələrini karvan haqqında məlumat almağa yollaması. Səbəb nə idi? Səbəb o idi ki, burada əslində şagird düz qeyd edib. Səbəb o idi ki, sərkərdələr Eyazın onların nisbətən daha artıq ödəniş almasından narazı idilər. Məqsədi nə idi? Sultan Mahmudun məqsədi nə idi? Sərkərdələrə Eyazın hünərini, fərasətini göstərmək idi. Nəticə nə oldu? Nəticəni də baxın, burada bizə verirlər. Eyazın əleyhinə danışanlar deyir bundan utanmış, etdiklərinə peşman olmuşdur. Nəticədə nə olmuşdu? Digər sərkərdələr etdikləri əməldən peşman olmuşdur. Yəni bu fikirləri yazmaq olar. Keçək ikinci mətnə. İkinci mətnimizin adı heykəltaraşlıq mətnidir. Baxaq birinci suala. Mətin əsasında düzgün uyğunluğu müəyyən edin. 1950-1960-cı illərdə Azərbaycan heykəltaraşlığının inkişafında əcnəbi sənətkarların rolu əvəzsizdir. Qabağına da doğru yazıb. Bu əslində səhv fikirdir. Yəni fikir səhvdir. Qabağına doğru yazdığı üçün bunu götürə bilmərik. Çünki burada özü bizə qeyd edib də 1950-1960-cı illərdə heykəltaraşlıq inkişaf edir və yenilikləri gətirən bizim sənətkarlarımız Tokay Məmmədov, Ömər Eldarov, Elçin Şamilov və başqaları olub. Ona görə A səhvdir, götürə bilmərəm. Tokay Məmmədov və Ömər Eldarov 1950-1960-cı illərdə heykəltaraşlıq sənətini inkişaf etdirən yeganə heykəltaraşlar olublar. Fikir səhvdir, qabağına da səhv yazdığı üçün doğru variant elə B-dir. Yenə həmin hissəni göstərirəm sizə. Baxın burada Tokay Məmmədov, Ömər Eldarovdan əlavə Elçin Şamilovun da adı çəkilib, başqalarının da adı qeyd olunur. Ona görə də doğru variant olacaq elə B variantı. Fikir səhvdir, qabağına da yanlış yazıb. Keçək 48-ci suala. Mətnə əsasən yanlış fikri müəyyən edin. Bakıda ucaldılan dahi sənətkarlarımızın Nizami və Füzulinin heykəllərin postamenti eyni ölçüdədir. Elə səhv fikir A bəndidir. Gəlin göstərək həmin hissəni sizə. Baxın, Nizaminin postamenti neçə metrdir? 9 metr. Baxın, bu hissədə qeyd olunub 9 metr. Füzulinin postamenti isə 6 metr olmalıdır. 6 metrlik postament. Yəni eyni ölçüdə deyil, fərqli ölçülərdədir. Səhv fikri istədiyi üçün doğru variant oldu, A variantı. 49-a baxaq. Mətndə tünd qara hərflərlə verilmiş sözlərdən heç birinin kontekstə görə şərhinə uyğun deyil. Bir nəzəriyyəni, ideyanı, bilik və sair kütlə arasında yayma. Deməli, sözlərimiz tünd qara hərflərlə təbliğat, fiqur, monumental və bəhrələnərək. İndi bunları uyğunlaşdıracağıq. Bir nəzəriyyəni yayma nə olacaq? Təbliğat olacaq. Bura gedəcək təbliğat. Yəni A bəndi bizim cavab ola bilməz. Burada da cavabımız B variantıdır. Faydalanmaq, istifadə etmək, bəhrələnmək deməkdir. Bəhrələnmək də nəticə hissəsində idi. Əzəmətli, möhtəşəm, monumental deməkdir. Monumental. Rəssamlıqda, heykəltaraşlıqda insan və ya heyvan təsviri isə fiqur deməkdir. Hamısına aid fikir var, amma B variantına aid bir qara rənglə yazılmış bir sözümüz olmadığı üçün doğru variant olur B variantı. 50-ci sualla davam edək. Mətnin nəticə hissəsini deyir, hansı cümlə ilə tamamlamaq olmaz. A-da deyir ki, bununla da heykəltaraşlarımız qədim ənənələrini, sədaqətlərini qoruyub saxlayırlar. Elə doğru variant A bəndə olacaq. Çünki nəticə hissəsində bizə qayıdır deyir ki, müasir dövrdə Azərbaycan heykəltaraşlığı 20-ci əsrin ənənələrindən bəhrələnərək yeni formalar axtarışındadır. Yəni, qədim formaları qoruyub saxlamaqla yanaşı, eyni zamanda yeni formalar axtarışında olduğu üçün doğru variant olacaq A bəndi. Keçək 51-ci suala. Altından xətt çəkilmiş sözün məcazi və ya həqiqi mənada olduğunu və həmin sözün mətndəkindən fərqli mənada həqiqi və ya məcazi işləndiyi nümunəni istəyir bizdən. Deməli, altından xətt çəkilən söz muzeyində saxlanılır. Burada saxlamaq həqiqi mənadır. Deməli, cümlədə həqiqi olduğu üçün bunları atırıq. İndi mətndə həqiqi olduğu üçün biz qarşıda verilən bu cümlələrdə məcazi mənada tapmalıyıq, saxlayır sözünü. Baxın, ofisində saxlayır. Sənədləri ofisində saxlamaq da həqiqi mənadır. Ona görə E variant da səhvdir. Amma deyir ki, ruhunu güclü saxlayır. Burada isə məcazidir. Mətndə həqiqidir, verilən cümlədə isə məcazidir. Ona görə doğru variant olur C. 52-ci sualla davam edirik. Hansı fikri Euler-Venn diaqramının heç bir xanasına yazmaq olmaz?
Məhəmməd Füzulinin heykəlini yaratmışdır. Doğru variant A-dır. Çünki Məhəmməd Füzulinin heykəlini yaradan, baxın burada qeyd olunub bizə, Toğay Məmmədov və Ömər Eldarovdur. Bunlar birlikdə nə ediblər? Məhəmməd Füzulinin abidəsini yaradıblar. Yəni nə Fuad bəyə, nə də Cəlal hissəsinə biz bu Məhəmməd Füzulinin heykəlini yaratmışdır variantını yaza bilmərik. Doğru variant oldu A. 53-cü suala keçək. Hansı plan bəndi mətnin əsas hissəsinə aid deyil? Milli heykəltaraşlığın peşəkar inkişafı bu var idi, doğrudur. Əcnəbi sənətkarların heykəlləri. Əcnəbi sənətkarların heykəlləri haqqında bizə girişdə məlumat verir. Ona görə də burada ilə B variantı olacaq səhv cavab. 54-ə keçək. Mətndə hansı suala cavab tapmaq mümkün deyil? Gəncə şəhərində Nizami heykəli üzərində yaradıcılıq işi neçənci ilə təsadüf edir? Mətndə bunun cavabı var idi. Baxın, bu hissədə idi. Deməli, deyir ki, 1946-cı ildə Gəncədə Nizaminin Tunç heykəli yaranır. Yəni, doğru variantdır. Bizə səhv olan lazımdır, yəni cavabı olmayan bir şey lazımdır. 1970-1990-cı illərdə Azərbaycan heykəltaraşlığında hansı sahədə nailiyyətlər əldə olunub? Baxaq, 1970-1990-da. Kiçik plastika sahəsində xeyli nailiyyətlər əldə olunub, yəni B variantında cavabı var. Birgə yaradıcılıq işi təqdim etmiş heykəltaraşlar elə məsələn Tuqay Məmmədovla Ömər Eldarovu deyə bilərik ki, birgə məsələn Məhəmməd Füzulinin abidəsini yaradıblar. Bunda cavabı var. Məmmədov, Eldarov, Şamilov heykəltaraşlıq sənətinə hansı yeniliklər gətiriblər? Baxın, bu haqda məlumat yoxdur. Düzdür, bizə deyir ki, 1950-1960-cı illərdə həmin bu şəxslər nə ediblər? Yeniliklər gətiriblər. Amma nə kimi yeniliklər gətiriblər? Gətirdiyi yeniliklər nədir? Bu haqda heç bir məlumat olmadığı üçün doğru variant olacaq elə D variantı. Açıq tipli suallarımıza baxaq. 55-də deyir ki, həmin dövrdə yaradılan heykəllər həm də yüksək estetik dəyərə və sənətkarlıq bacarığına malik idi. Buna görə də onlar müasir dövrə qədər gəlib çatmışdır fikri. Əvvəlində işarə qoyulmuş hansı abzasda ifadə olunan məzmuna ziddir? Seçiminizi əsaslandırıb yazın deyir. Gəlin işarələrə baxaq, buranı bir dənə təmizləyək. Burada ilə cavabımız birinci abzas olacaq. Çünki baxın, burada sonda qayıdır bizə deyir ki, təbliğat xarakteri daşıdığı üçün uzun ömürlü olmamışdı. Yəni, məhv olmuşdu mənasına gəlir çıxır. Amma burada bizə qayıdır deyir ki, müasir dövrə qədər gəlib çatmışdır. Orada deyir uzun ömürlü olmayıb, burada deyir müasir dövrə qədər gəlib çatıb. Səbəb kimi qeyd edə bilərsiniz ki, birinci abzasda həmin heykəllərin uzun ömürlü olmasından, daha doğrusu uzun ömürlü olmamasından, təbliğat üzündən müasir dövrə qədər gəlib çatmamasından danışır. Burada isə müasir dövrə qədər gəlib çatmasından danışır. Yəni fikirlər bir-birinə ziddir. 56. Heykəltaraşlıq görkəmli şəxsiyyətlərin xarakterinin qorunmasında və gələcək nəsillərə ötürülməsində mühüm bir vasitədir fikrini mətnə istinad edərək əsaslandırın. Məsələn, mətndə görürük ki, Nizaminin, Füzulinin, daha görkəmli şəxsiyyətlərin heykəlləri yaradılıb və bu heykəllər müasir dövrə qədər gəlib çatmışdır. Bu, həmin sənətkarlarımız haqqında məlumatlar əldə etməyimizə, eyni zamanda onların tanınmasında mühüm rol oynamışdır. Yəni, bu şəkildə fikirlər yazmaq olar. Belə, sualların izahının sonuna gəldik. Hər biriniz bu izahlara əsasən yazdığınız cavabları yoxlaya bilərsiniz.